Salam dostlar, xoş gördük sizləri. Bugün buzov bəsləmədən danışmaq istəyirəm. Bilirsiniz ki, heyvanlarımız doğdu. Heyvan doğduqdan sonra buzova ilk müdaxilə kimi ağız südünü vermək lazımdır. Bu mütləqdir. Çox vermək olmaz, az miqdarda. Çünki onun mədəsi hələ heç nəyə öyrəşməyib. Az miqdarda verib, daha sonra isə yavaş-yavaş artırmaq olar. Məsələn, gün ərzində bir neçə dəfə az-az ağız südü vermək lazımdır. Ağız südü içməyən buzov düzəməlli inkişaf edə bilmir. Ağız südü, ana südü olmazsa olmazlardan biridir. Bugün istəyirəm ki, buzovun neçə litr südlə başlamağımı sizə yazım. Ağız südü əmdikdən sonra buzovun altını yaxşı quru otla tökmək lazımdır ki, buzov quru yerdə qalsın. Daha sonra isə başqa işlərə etmək olar. Bu inəyimiz birinci balasını doğdu. Biraz döşləri bərk idi, həm də şiş var idi döşlərində. Onu sağmaq biraz problem oldu. Biraz əvvəlki illərə nisbətən dəyişiklik etdim. Buzovların ikisini birdən buraxdım onun altına. Bunu mən heç vaxt eləməmişəm və tövsiyə eləmirəm. Çünki sağa bilmirdim. Düzdür, sonradan inək sağan aparatı işə saldım. Buzovların ikisini də buraxdıqdan sonra bir 10 gün buzovlar bu inəyi əmdilər. Şişi azaldı. İnək həm təpi yatırdı, həm də döşlər biraz bərk idi, şiş var idi. Başqa çarə görmədim. Ən rahat yol kimi bunu qəbul edelim. Ancaq bu da biraz düzgün yol deyil. Çünki ola bilər ki, inək buzova öyrəşər. Buzovları ümumiyyətlə analarına göstərmirəm. Doğrudan bir saat sonra ana balanı, bala ananı görmür. Vəziyyət o yerə gəlib çatmışdı ki, bütün buzovları bırakırdım o ineğin altına. İndi isə başlayaq süd verməkdən. Demək, buzovlara bir ay 5 litr süd verirəm. 2 litr yarım səhər, 2 litr yarım axşam. Bu bir mənalıdır. Yəni, bir ay müddətində bu südü içməlidir ki, yaxşı mayalı olsun. Ola bilər ki, kimsə başqa cür buzovu bəsləyir. Ancaq mənim bəsləmə proqramım budur. Bir aydan sonra növbəti 15 gün 2 litr səhər, 2 litr axşam verirəm. Sonraki növbəti 15 gündə isə litr yarım səhər, litr yarım axşam. Yəni, hər 15 gündən bir yarım litr südlərini azaldıram. Bununla bərabər isə qabaqlarına yem qoyuram. Buzov başlanğıc, daha sonra isə buzov böyütmə yemləri. Süddən azaldıqca buzovlar yemə mehrini salır.
Bu en axırıncı doğulan buzovdur. Erkek buzovdur. Buzovlarımın ikisi erkek, ikisi ise dişidir. İri inəklərimiz erkek doğub, düyələr isə dişi. Təxminən buzovların süddən kəsilmə prosesi 90 günə qədər çəkə bilir. Bu ilk doğulan buzovdur, erkek buzovdur. Demek gün ərzində 2 qab artıq yeyirlər 4'ünü bu yemlə. Dostlar, təxminən 90 gün ərzində 90 gündən sonra bu buzovların hərəsi hər dəfədə, gündə 2 dəfə deyək, hər dəfədə 800 qram buzov böyütmə yemi yeməyə başlayır.